Afrika ərazisinin əsas hissəsi qədim platformadır, düzdür? Bəli, müəllimə. Aha. Qədim platformalar nə vaxt yaranmışdı? Qədim platformalar Arxeik Protezoid erası. Erasında, bəli. Bəs Cavan dağ nə vaxt yaranmışdı? Cavan dağda Kaynozoyda. Aha. Afrikada Cavan dağ varmı? Afrikada yeganə dağdır ki, Atlas dağı Cavan dağdır. Aha. Atlas dağları neçə yarımkürədə yerləşir? 3 yarımkürədə yerləşir. Niyə 3 yarımkürədə yerləşir? Çünki Qrinviç kəsir onu. Ekvatordan şimalda yerləşir. Bəli, ekvatordan tamamilə şimalda yerləşir. Amma Qrinviç Qrinviçin meridianı. şərqində, qərbində yerləşir. Bəli. Atlas dağları hansı ölkələrin ərazisində yerləşir? Tunis, Mərakeş, bir də Əldəzair. Bəli, düzdür. Atlas dağlarında hansı faydalı qazıntı var? Fosforit. Fosforit, düzdür. Atlas dağlarının ən yüksək zirvəsi? Ən yüksək zirvəsi Tuqaldı, 4165 metr hündürlüyü var. Bəli, tamamilə doğrudur. Atlas dağları hansı geosinklinalda yerləşir? 3-cü geosinklinalda Alp Himalaya aiddir. Alp Himalay geosinklinaldadır, düz deyirsən. Alp Himalay geosinklinalının ən qərbində yerləşən dağ sistemidir. Və demək istədin ki, o 3 dediyin nə idi? Geosinklinalın 3-cü mərhələsindədir demək istəyirsən. Bəli, müəllimə. Bəli. Cavan dağlar geosinklinalın 3-cü mərhələsində yaranır. 3-cü mərhələsindədir, bəli. Qədim dağlar isə geosinklinalın neçənci Geosinklinalın mərhələsində? 4-cü mərhələsi. Bəli, tamamilə doğrudur. Deməli, onda Atlas dağlarında antiklinal və sinklinallar varmı? Bəli, müəllimə var. Bəli, çünki geosinklinal ərazidir, orada da antiklinal və sinklinallar var. Antiklinal nədir, sinklinal nədir?